Bismillahirrahmanirrahim. Mina Vasif, Əymən Zidan, Hüseyn İcac, Qasim Məlhə, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه Filmin rejissoru Sami Əl-Cənadi. On səkkizinci hissə. Dəməşq. Güneşi görmeyen göz, hakkı güman eyledi. Zulmediyen zalimi tale viran eyledi. Hak yolu ile geçmeye uyanmadı ümmetim. Rüyayı gaflettedir, işe ziyan eyledi. Bu şeir kime məxsusdur? Kumayet İbn Zeyd'e məxsusdur ağam. Kumayet İbn Zeyd. Devam elə. Zulme giriftar olan isteseydi adalet. Bilerdi ki bu gaflet xeyli hədyan eyledi. Yumdu gözünü ümmət, hökm düşdü təxirə. Dünya malının mehi əsdi, boran eylədi. Sözümüz rəsulların, nəbilərin sözüdür. Amma əməllər bizi cahil bəyan eylədi. Həva-və həvəs bizi əsir etdi dünyaya, xərabət əhli olduq, zülüm, tüğyan eylədi. Davam elə, davam elə. Ey rəiyyət sahibi, cuşi qıl, həm nəzər eylə. Xoş söz ilə sən qəlbimizə gəl, əsər eylə. Fikr etmə sənaqsan, biz isə səb kitab əhli. Şərdir bu bizim şənimizə, sərhəzər eylə. Mizan-ı tərəzidə qoyulub din ilə dünya, neyniyək ki, qoruyaq hər iksin, bir nəzər eylə. Yandırdı bizim canımızı padişahı xar. Ey dil, daha yox taqəti halın, səfər eylə. Kifayətdir, işində ol. Pis padişahlar, biz Resulullah xəlifələri köysəmizə pis padişahlar deyir. Sizdən iraq ey əmir əl-müminin. Kumayet çox böyük qəbahət işlədib. Ona istədiyi pisliyi mütləq göstərəcəyik. Əlləri ilə ayaqlarını kəstirəcəm. Allah and olsun ki, bununla kifayətlənməyəcəm. Boynunu vurduracam. Evini yıxıb, xarabası üzərində onu çarmıxa çəkdirəcəm. Əssalamu aleykum. Əleykesalam. Sənə də Allahın mərhəmət və bərəkət olsun. Bu nədir? Özün aç bax. Ay Allah. Görəsən qızımın səsini nə vaxt eşidəcəyik? Qızdır? Sən nə istəyirdin?
Hamı oğlan arzulamağa adət eləyib. Bəs sən necə? Oğlan olsa, güclü, şücaətli, dindar, elmli və mahir dəmirçi olmasını istəyirəm. Qız olsa, salih, təqvalı, tərbiyəli və Allahı zikr eləyən olmasını diləyirəm. Elə isə oğlan ya qız olması fərq eləmir. Sənin üçün əsas olanı Əhl-i Beyti sevən olmasıdır. Allaha and olsun ki, elədir. Bundan başqa heç nə ilə fəxr eləmərəm. Xəlifəmiz Hişam məndən Kumeytin əllərini və dilini kəsməyimi istəyir. And olsun Allaha, onu Kufənin xurma ağaclarından asacam. Arxayın olun ağam. Əskərlərimiz indi onu hər bir torpaq dənəsi, hər bir xırdadaş altında belə axtarırlar. Hara gedəcək ki? Nə vaxta qədər gizlənə bilər? Arxayın olun ağam, arxayın olun. Mədinə şəhəri. Ey ağam, qədərilər insanların əqidələrində şübhələr yaradıblar. Canım sənə fəda olsun. De görüm Allah bəndələri günahlar eləməyə məcbur eləyir? Xeyr. Allah bəndələri günah etməyə məcbur etmir. Belə çıxır ki, Allah bütün işləri onların öhdələrinə atıb. Allah heç kəsin işini öz öhdəsinə atmayıb. Elə olsaydı, o kəs həlak olardı. Bəs onda bu necə olur ağam? Nə məcburiyyət var, nə də öz başımıza buraxılmamışıq. Bu iki məsələ arasında Allahın lütfü var. Başına gələn işlərdən bəziləri ixtiyarında deyil. Allah bu işlərə görə sorğu-sual etməyəcək. Bəziləri isə sənin istək və seçiminlə bağlıdır. Bunlara görə sorğu-sual olunacaqsan. Ey mənim qövmüm, Allah yaratdıqlarını günah etməyə məcbur eləyib, sonra da onları bu günaha görə cəzalandırmaqdan uzaqdır. Allah bir şey istəsə, bu işin baş tutması onun üçün asandır. Yəni deyirsiniz ki, bu ikisinin arasında üçüncü bir məqam da var? Bəli, səma ilə yer arasından daha geniş bir məqam. Babam Əli İbn Hüseyin əleyhissalam demişdi ki, Uca Allah buyurmuşdu, ey Adəm evladı, mənim istəyimlə sən istəmisən. Mənim gücümlə buyurduqlarımı yerinə yetirirsən. Neymətimlə mənə qarşı günah etməyə güc tapırsan. Səni görən və eşidən yaratdım. Sənə yetişən hər bir yaxşılıq Allahdandır. Sənə üz tutan hər bir pisliklər isə özündəndir. Mən yalnız sənin etdiyin yaxşılıqlarına layiqəm. Sən isə etdiyin pisliklərə məndən daha layiqsən. Bu da mənim sorğu-sual olunmayacağımdan, sənin isə sorğu-sual olunacağından irəli gəlir. Mən sənin istədiklərini bu qayda ilə nizamladım. Bizlə gedəcəksən Kumeyt. Axı nə olub? Nə istəyirsiniz? Səni həbs eləməyə əmr olunub. Axı mən nə eləmişəm? Hə? Aparın onu. Buraxın məni. Buraxın məni. Məyər can attığım bu deyildi? İstədiyim bu deyildi? Məyər demirdin ki... Ey rəiyyət sahibi, güşü qıl həm nəzər eylə. Xoş söz ilə sən qəlbimizə gəl əsər eylə. Fikr etmə sən axsan, biz isə sər kitab əhli. Şərdir bu bizim şənimizə, sər-həzər eylə. Artıq mizan-ı tərəziyə qoyulub din ilə dünya. Nə edək ki, qoruyaq hər ikisin, bir nəzər eylə. Yandırdı bizim canımızı azğın hökmüdar. Ey dil, daha yox taqəti halın, səfər eylə.
Bəs niyə onun ardınca gedib ona beyət eləməliyik? Çünki o imamdır. Bizim imamlarımız Peyğəmbər sallavatullahın əhl-beytindəndirlərsə, o necə imamımız ola bilər? Allahın ona və ailəsinə salamı olsun. İmamət Məhəmməd İbn Əliyə Əbu Haşimin ölüm ayağındaykən elədiyi vəsiyyəti ilə yetişib. Məyər Əbu Haşim Peyğəmbər nəslindən deyil? Bəli, Peyğəmbər nəslindən Və deyil. Abbasilər də Əhl-Beytin əmoğullarıdır. Xidmətçi! Xidmətçi! Buyur ağam, Səni azad edirəm desəm neyniyərsən? mən bu ümidlə yaşayıram ağam. Mən bir şey sənə etibar eləmək istəyirəm. Səndən başqa etibar eləyəcək adam tapmadım. Deməli, mühüm məsələdir ağam. Bunu kiməsə desən, əziyyətini hər kimi çəkəcəyik. Əgər elədirsə, bir əlimdəki mizan azadlıq, digərindəki isə ölüm olacaq. Məncə belə ədalətlidir ağam. Sarı qatırımı götür, deyəcəyimi də yerinə yetir. Eləsən qatır sənindir, sən də dərhal azadsan. İnşallah eləyərəm. Bilmirəm kim səni bu hüsnü, cəmal... Sən kimsən? Nə istəyirsən? Əgər məhəllədə birinə pislik eləsən, onda sənin murdar başını bədənindən ayıraram, bildin? Bəli. Bu dəfə səni azad buraxıram. Amma əgər sözümə əməl eləməsən, inan ki, sənin başını bazarda satacağam. Oldu? Oldu. Mədinə şəhəri. Ey Cofi. Bax, burada elmlər toplusu yatır. Siz də bu elmin keşiyçisi və varisisiz ağam. Cofi. Ürəyinizi boşaldın ağam. Allaha da dua eləyin ki, dediyiniz sözlər qəlbimə təsir eləsin. Allah təbarək və Taala öz kitabında əql və dərrakə sahiblərinə müjdə vermiş və çox ayələrində onlara xitab etmişdi. Ağıl bələdçi və idarə edəndir. Aqil şəxs də ibrət öyrənən şəxsdir. Doğru buyurdunuz mənim ağam. Doğru buyurdunuz. Hər bir şeyin bələdçisi vardı. Aqil şəxsin də bələdçisi düşünmək və susmaqdır. Və hər bir şeyin də bir miniyi vardı. Əqlin miniyi də təvazökarlıqdır. Əgər sən qadağan olunmuş miniyə minsən, cəhalətə düşərsən. Məxluqat Allaha itayət üçün yaranıb. İtayətdən savayı nicat yoxdur. İtayət elmlə olur. Elm də öyrənməklə əldə olunur. Öyrənmək də ağılla hasil olur. Elm yalnız Rəbbani alimdən öyrənilir. Ətraf aləmi tanımaq da ağılla həyata keçir. Ey Cofi! Ağıllı insanın gördüyü az iş qəbul olar və savabı artar. Nəfs və cəhalət əhlinin gördüyü çox işsə qəbul olmaz. Vay olsun haqqa boyun əyməyənin halına ağam.
Salam olsun sizə ey əmir. Və aleyküməssalam. Təzə xəbər var? Əmir əl-Möminin sizin şairiniz olan Əyyad ibn Müslümü şallaqlayıb. Sonra da həbsxanaya atıb. Əyyadı? Hişam bunu elədi. Nəyə görə şallaqlayıb? Hansısa bir səhv olub? O söz vermişdi ki, məni və yoldaşlarımı cəzalandırsın və bunu da elədi. Allah and olsun ki, Dəməşqə qayıtmayacağam. Əmir. Artıq sözümü dedim. Mən burada qalıram, Dəməşqə qayıtmıram. Umeyd! Vəliəhtin həcc ziyarətindəki hərəkətləri nüfuzumuza xələl yetirdi. Cəmaat onu zındıq elan etdi. Mən sizi bura vəlidi, vəli-əhdidən uzaqlaşdırmaq və yerinə oğlum Məsləməni təyin etmək üçün toplamışam. Siz Məsləmənin əxlaq və təbiətindən xəbərdarsınız. Eşitdiklərinizə dair nə deyə bilərsiniz? Gözəl fikirdir ya Əmir əl-Möminin. Deməli, siz oğlum Məsləməyə beyyət eləməyə razısınız. Əl-Möminin. Gözəl söylədiniz. Kumeyd! Çox qalma. Məni bura Əban ibn Vəlid göndərib. Əban? Sən onun xadimisən? İdim. İndi azadam. Bu onun sənə yazdığı məktubdur. Hişam mənim qətlimə fərman verib. Əbansa buradan çıxmağımın yolunu mənə öyrədir. Mənə kömək eləyəcəksən? Çalışıb əlimdən gələni eləyəcəm. Onun dünyaya övlad gətirməyinin vaxtı çatmayıb? Xeyr, hələ vaxtı çatmayıb. Zeynəb necə? Bir xəbər yoxdur. Xeyr, Bəlkə sonsuzdur. yox, elə demə. O uşaqları çox sevir. Mən hər gecə onun üçün dua eləyirəm ki, Allah ona övlad nəsib eləsin. Səxirlə münasibətiniz necədir? Hər şey yaxşıdır. Hər gün xasiyyətinə daha çox heyran oluram. Mən çox evlər görmüşəm və ondan daha çox da qadınlar tanıdım. Amma həyat yoldaşını tanımaqda sənin kimi heyrətlənən qadın görmədim. Mən bəzən onun elə bir dualar oxuduğunu eşidirəm ki, əvvəl belə dualar eşitməmişəm. Bu duaların mənalarını yaşayıram. Onlar sanki səmadan nazil olur. Doğrudan da təəccüblüdür. Görürsən, hələ bir şey eşitməmisən, amma təəccüblənirsən. Yenə nəsə var? Deməli belə. Xalid qəsri Vəlidi uzaqlaşdırmaq rədd eləyir. Düz fikirləşmirsən Xalid. Yanlış davrandın. Selamun aleykum. Aleyküməssalam. Əbu Bəddah sənsən? Bəli, nə lazımdır? Mən Kumeydin yanından gəlirəm. Əvvəl müstəhilin? Mənə də görüm o necədir? Yaxşıdır. Məni də bəzi istəklərini sənə çatdırmaq üçün göndərib. Əgər dediklərini eləməsən, öldürüləcəyik. Gəl içəri. Hər şeyi mənə danış.
Cəmaat, ağam Məhəmməd İbn Əli Abbasi Hafs İbn Süleymanı bizə rəhbər təyin eləyib. Topladığımız pulları da Əbu Sələm sənə ərmağan eləməsinə nail oldum. Allah işimizi avand eləsin. Lulu, de görüm hardaydın? Bazara getmişdim xanım. Sizin üçün də bunu aldım. Bu nədir belə? Ətriyyatçının emal elədiyi məxsusi qatışıq. Bu nəyə lazım idi axı? Xanım, xahiş edirəm, məni qınamayın. Sizin evladınızı görmək və bu evdə onun səsini eşitmək mənim ən böyük arzumdur. Bütün bunlar Allahın əlindədir. Sən mənə də görüm, neçə saatdır ki evdən çıxmısan? Demək istəyirsən ki, təkcə ətriyyatçının yanında olmusan? Xeyr xanım, təkcə orada deyildim. Səxrin evinə bacımı ziyarət eləməyə getmişdim. Onlar necədirlər? Allaha çox şükürlər. Bacım onun əxlaqını yaman tərifləyir. Həm də onunla çox xoşbəxtdilər. Həmd olsun Allaha. Təşəkkür edirəm ay cəmaat. Siz məni qonaq eləməyinizlə özünüzü Hişamın qəzəbinə məruz qoyursunuz. Əba Cariyə, sənin bu yaxşılığını heç vaxt unutmayacağam. Tez olun, onu arxa qapıdan çıxarın. Yəqin xəlifənin əsgərləridir. Biz Kumeyd İbn Zeyd Əsədini axtarırıq. O burada nə gəzir? Evi yoxlayın. Nə deyirəm? Mənə ver, Hind. Nəyə görə belə ağır şey daşıyırsan, hə? Mənə görə qorxursan, yoxsa bətnimdəki üçün? Hər ikiniz üçün də qorxuram desəm, razı qalarsan? Hə. Bu sandığı nə edəcəkdin, bilmək olar? Bəzi köhnə paltarları qoyacaqdım. Bəs köhnə paltarları nə edəcəkdin? Kasıblara verəcəkdim. Allah bizi çox mükafatlandırır. Sən də hər gün yeni bir şey alırsan. İstədiklərindən biraz topla, kasıblara paylayaq. Uca Allah, sevdiyiniz şeylərdən sərf eləməyincə savaba nail olmazsınız buyurub. Gözəl Allah doğru buyurub. Dediyini eləyim. Sandığı mənə ver. Həmd durumumu bir vəziyyətdən digərinə çevirən Allaha məxsusdur. Allaha həmd olsun. Kufə. Kumeyti hələ indiyə kimi tapa bilməmsiz? Nədir, Kufə qumlarında iynə axtarırsınız? Məyər bu adamın evi, ailəsi, hamımızın tanıdığımız dostları yoxdur? Biz Kufəni başdan ayağa axtardıq. Hətta xurma sahələrini də axtardıq. Amma onu tapa bilmədik. Lakin biz onu tapacağıq. Geç ya tez tapacağıq. Xəlifə onu məndən tələb eləsə necə? Ona nə cavab verəcəm? Ağam, bağışla. Kumeyd qaçdı. Kufədə izi belə yoxdur. Onu görməyəcəksən. O gün boynunuzu öz boynumdan qabağa verəcəm. Casuslarımız Zeydi izləyirlər. Hər addımı izlənlər. Yeni bir şey yoxdur. Məscidə gedir. Evində elm adamlarından və din xadimlərindən olan müridləri toplanır. Şübhə və qorxu doğuracaq bir şey yoxdur. Yaxşı, gedə bilərsən.
Gündüz vaxtı çıxma. Kufəni ay çıxmamışdan əvvəl tərk elə. Ay çıxanda artıq buradan uzaqda olacaqsan və beləcə özünü qoruyarsan. Səndən uzaq düşəcəyim üçün kədərlənirəm. Amma uzaqda olub sağ qalmağın, yaxında olub ölü olmağından yaxşıdır. Hişamı, Bəni Üməyyəni bu qədər tənqid eləyəndən sonra onları məth eləyəcək şeir deyəcəksən? İmam Bagir əleyhissalam onları məth eləməklə həyatını qorumağa ona icazə verib. Qəsri Kumeyti tutsa, ondan qəddarcasına intiqam alacaq. Cihada can atın. Bu müqəddəs vacibi canlandırmadan müsəlmanlar üçün rahat həyat yoxdur. Allah Taala öz rəsulunu İslam dini ilə insanlara göndərmişdi. 10 il ərzində onu qəbul etmədikdə Peyğəmbərə cihad hökmü verilmişdi. Xeyir qılıncda və onun altındadır. Bu iş sizə daha xeyirlidir. Salam aleykum. Və aleykum salam. Nə olub qadın? Şikayətim var, əmri görmək istəyirəm. Əmir Xalid Vasit məntəqəsindədir və hələ gəlməyib. Şikayətin nədir? Ərimdən şikayət eləmək istəyirəm. Neyniyib ki? O məni boşuyub. İmkan vermir ki, uşaqlarımı görüm. Onlara da məni görməyi qadağan eləyir. Məndən danışmaq istəmir. Ürəyində mərhəməti belə yoxdur. Nə zalım adamdır. Gəl, sənin bu şikayətini qeydə alım. Gəl gedəyim. Dəməşq. Ümmül müstəhil, biraz səbirli ol. Axı necə? Bilmirəm o mənzil başına çatdı ya yox. Bəlkə yolunu azıb, bəlkə tutublar. Bu belə deyil. Qardaşımın səhra yollarında səriştəsi var. Ulduzları tanıyır və yolu da çox yaxşı bilir. Onu tutsaydılar mütləq bilərdik. Dəməşqə çatmasına gəlincə isə bunu hələ bilmək olmaz. Lakin o bizlə Dəməşq arasındakı məsafənin yarıdan çoxunu artıq qət eləyib. Sən narahat olma, Ümmül Müstəhil. Allah sənə kömək olsun əmican. Sözlərin ürəyimi sakitləşdirdi. Allah haqqı, əgər sən gəlməsəydin, anam atam üçün yas məclisi quracaqdı. Kufə əhlində toplayacaqdıq. Başda isə Xalid qəsri gələcəkdi. Artıq bu cür yaşayışdan bezmişəm. Qaçaq düşmə, gizlənmələr, övladlarımı, ailəmi görə bilmirəm. Sən özün öz başına bu işi açdın, Kumeyd. Mən də elə buna görə sizə tərəf döndüm. Söylədiklərimdən peşman olduğumu bildirdim. Bu tezliklə olmaz, Əbul Müstəhil. O hələ də səndən maraqlanır.
Amma Xalid, Zeyd, Yusif, Xorasan və Azərbaycan məsələlərinə başı qarışdığı üçün səni unudur. Bir çıxış yol tapacağım. Sən yanımızdasan, Kumeyd. Qadın, dur! Nə edirsən? Dayan! Sakit. Ne olup sana? Neden şikayetin var? Bundan, bu Rumludan. O bizim yazarlardandı. Ne baş verip? Onu görüm lənətə gəlsin. Ona lənət olsun. Məyər burada bundan başqa şikayətə baxan yox idi? Bir dakika sakit ol. Ağlamağı saxla ki dediğini başa düşək. Mən onun yanına gəldim ki, ərimdən sizə şikayət eləyim. Bu da şikayəti sizə təqdim eləməsi üçün vərəqə yazmağımı məndən tələb elədi. Bəli. Mən qəsrdə olmayanda yazarlar belə eləyirlər. Deməli sizin yazarlar siz olmadıqda qadınlara əl uzadırlar. Necə? Sənin üstünə cumub? Burada? Qəsrdə? Yox, yox. İnanmıram. Bu lənətə gəlmiş yazar məni təhqir eləyib üstümə atıldı. Məyər sizin yazarlar rəiyyətin qadınları ilə belə davranırlar, Xalid Qəsri? Sakit ol qadın. Mən sənin sakitləşməyini istəyirəm. İndi isə qayıt evinə. Mən söz verirəm ki, onu cəzalandıracağam. Get. Həyat yoldaşın mənə səndən şikayət eləyib. O deyir ki, sən ona zülm eləyirsən və evə gələndə mülayim davranmırsan. Ona qəzəblənirsən. Düz deyir ağam. İşlərim qənaətbəxş olduqda avqatım da yaxşı olur. Yox, qəzəbli olduğumda yaxud günüm ağır keçdikdə söylədikləri məni əsəbləşdirir. Rəsulullah Allahın salamı ona və ailəsinə olsun buyurmuşdu. Bu üç xüsusiyyət kimdə olarsa, iman səciyyələrini tamamlamış olar. Şad halda məmnuniyyəti onu batilə sürükləməz. Qəzəbləndikdə qəzəbi onu haqdan çıxarmaz və imkanı olmadıqda özünə aid olmayan şeyə toxunmaz. Qardaşım, təqvaya riayət elə. Bir şəxs Həsən İbn Əli əleyhissalamın yanına gəlir və ondan soruşur. Mənim bir qızım var, onu kimə ərə verməyimi məsləhət görürsən? Həsən əleyhissalam da cavab verir. Onu Allaha təqvalı olan kəsə ərə ver. Onu sevsə mülayim davranar. Qəzəbləndirsə zülm etməz. Bil ki, sizlərdən Allahın ən çox sevdiyi şəxs ailəsinə ən çox səxavətli olanıdır. Bu da sədəqələrin ən əzəmətlisidir. Kişinin ailəsi onun əsirləri kimidir. Ailəni məhrum etmə. Yoxsa Allah neymətini qeyrisinə bəxş eləyər. Gəlişin səmərəsiz qalmaz, ey İbn Ənbəsə. Sən həm öz qövmünün yanında, həm də bizim yanımızda hörmətlisən. Amma mən xəlifə ilə Kumeyd barədə indi danışa bilmərəm. Bəs onda nə vaxt? Münasib vaxt tapacam. Naümid qayıtmayacaqsan İbn Ənbəsə. Onu əfv etdirməyi və münasibətləri bərpa eləməyi söz verirəm. Deyəsən biraz gecikdim. Amma eybi yox. Şam yeməyini səndən elə yeyəcəm ki, bir tikə də saxlamayacağam. Sənə nə olub? Elə bil nəyisə gizlədirsən. Gözlərindən görürəm ki, məndən nəsə gizlədirsən. De görüm. Elə bir şey deyil əziz nənə. Əgər mühüm bir iş olsa, hamıdan əvvəl sən biləcəksən. Yaxşı. Ye.
Ey əmirəl-möminin, sizə deyilməli bir xəbərim var. Bunu məndən eşitməyiniz daha yaxşı olardı, nəinki başqasından. Eşitmişəm ki, əmirəl-möminin oğlu Məsləmə Kumeytə havadar çıxıb. Məsləmə Kumeytə havadar çıxıb. Nə vaxt? Qətlinə fərman verdiyim kəsə o necə havadar çıxa bilər? Ənbəsə İbn Səid Kumeyti qətildən qurtarmaq xahişi ilə Məsləmənin yanına gəlmişdi. Selamun aleyküm ya əmirəl-möminin. Kumeytə havadar çıxmısan Məsləmə? Mənim iznim olmadan buna necə cürət eləmisən? Elə deyil ata. Sənin qəzəbinin sakitləşməsini gözlədim ki, bəlkə ondan səni razı salacaq sözlər eşidərsən. Rəyini dəyişərək mərhəmət göstərərsən. Onu dərhal yanıma gətir. Səndən havadar olmaz. Baş üstə ya əmirəl-möminin. Onu sənin yanına gətirəcəm. Get. Qüvvət və əzəmət yalnız Allaha məxsusdur. Allahdan başqa qüdrət sahibi yoxdur. Sən ağlayırsan, Xədicə? Allaha şükür elə ki, onu aramızdan apardı. Canımız rahat olacaq. Allah ona rəhmət eləsin və layiq olduğu yerə məskun eləsin. Sənin yerinə olsaydım, onun qatilinə ərə gedib, ondan 2 qat intiqam alardım. Nə olub atacan? Bəkir İbn Mahan yazaraq bildirir ki, əgər onun başına bir iş gəlsə, icmanın rəhbərliyi üçün sirkə satan Əbu Sələməni layiq bilib. Sirkə satan Əbu Sələmə? O mərd, bacarıqlı, səxavətli insandır. Ona razılığımı yaz İbrahim. Dərhal yazaram ata. Əlican, mən sizdən biraz pul istəyirəm. Pul! Mən araşdırıb öyrəndim ki, Osmanın yanında olan pul, Allah ona rəhmət eləsin, uğurlanıb. Ancaq mən onun əmsi oğluyam və ona hamıdan çox layiqəm. Ona layiq olan adam onun özünü seçdiyidir. Təlhəyə ərə getməyə razısan? Bəli, ata. Cəmi bir kişi, hələ də sizin axmaqlığınızdan və bacarıqsızlığınızdan kəsə bilmədiyiniz, iti dilindən başqa heç bir silahı olmayan bir kişi, hanı Kumeyt? Bilmirik! Bilmirsiniz? Hanı? Hara yoxa çıxdı? Yoxsa yer yarılıb onu utdu? Başımız Kumeytdən çox-çox təhlükəli olan birinə qarışıb, ağa. Kimə? Zeyd ibn Əliyə. Küfədə şübhəli canlanma var. Küfəyə çox sayda qərib insanlar gəlib gedir. Kimlə əlaqədə olduqlarını, hətta neynədiklərini belə bilmirik. Yəqin ki, gizlində nəsə baş verir. Və bir gün qaranlıq gecədə... Qulaq asın, Zeydi bir dəqiqə belə olsa gözünüzdən qoymayın. Nə onu, nə də onun adamlarını. Dərhal bu əmri əskərlərə çatdıracağam.
Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm Kino şirkəti.